Uğurlu kommunikasiya, səlis nitq, gözəl və düzgün danışıq. Bunlar peşəkarlığa və uğura aparan yolun əsas elementləridir. Məhz bu bacarıqların formalaşdırılması məqsədi ilə Azərbaycan Televiziyasının Teleradio Akademiyasında media nümayəndələri üçün seminar keçirilir. Seminar çərçivəsində 50-dən çox media nümayəndəsinə peşəkar mütəxəssislərlə həmsöhbət olmaq imkanı yaradılır. Burada kimi düzgün tənəffüzün incəliklərini, kimi efir nitqində yol verilən səhvləri, kimi isə səsdən düzgün istifadə qaydalarını öyrənir. Məqsəd isə birdir: ana dilini qorumaq. Dil millətin kimliyi, düşüncə tərzi və yaddaşıdır. Azərbaycan dilinin saflığının qorunması, düzgün danışıq mədəniyyəti isə bu kimliyin gələcək nəsillərə ötürülməsində əsas amildir. Bugün keçirilən təlimdə məhz ana dilimizə olan məsuliyyəti xatırlamaq, sözə daha diqqətlə yanaşmaq və nitq mədəniyyətimizi təkmilləşdirmək məqsədi daşıyır. Ta qədimdən belə bir deyim var ki, danış ki, səni görüm. Çünki söz insanın aynasıdır. Media isə bu aynanı hər gün minlərlə tamaşaçıya təqdim edir. Dil həm də mediada formalaşır. Əməkdar artist, nitq mədəniyyəti üzrə mütəxəssis Sevda Ağazadə hesab edir ki, mediada çalışanlar üçün səs və nitq mədəniyyəti əsas peşə keyfiyyətlərindəndir. Bu təlim həm də onun üçündür ki, aparıcı və müxbirlər ədəbi dil normalarına uyğun, qrammatik cəhətdən düzgün və üslub baxımından təmiz danışsınlar. Düzgün danışıq mediada çalışanların şəxsi imicini möhkəmləndirir, cəmiyyətdə məsuliyyətli və etibarlı media nümayəndələri kimi tanınmalarına imkan yaradır. Seminarın mövzularından biri də sərlövhə yaradıcılığı haqqında oldu. Sərlövhə yaradıcılığı bir məqaləyə, reportaja, video və ya təqdimata diqqət çəkici, qısa və yadda qalan başlıq hazırlama sənətidir. Əməkdar jurnalist Qabil Abbasoğlu iştirakçılara deyir ki, əslində bu sənət də bir bacarıqdır. Bir insan gün ərzində 3000-dən yuxarı material vərəqləyə bilir. Bu elektron, belə deyək ki, vasitələrdə, daşıyıcılarda. Onlardan 97,7%-ni kənara atır. Yəni, heç birinə baxmır. Məsələ o 2,3%-in içərisinə düşməkdir. Yəni, rəqabət o qədər ağırdır ki, materialı oxutmaq üçün o 2,3%-in içərisinə düşməlisən. Silinən 97,7%-dən olmamalısan. Bunun üçün də aparılan o gərgin, belə deyək ki, o belə çətin mübarizədə bizim yeganə silahımız sərlövhədir. Çünki oxucunu materialın içərisinə çəkib gətirən çağırışdır. O başlıq o cür formalaşmalıdır. Qeyd edək ki, bu cür seminarlar 2 ay paytaxtda, 1 ay regionlarda olmaqla ümumilikdə 3 ay davam edəcək və sonda iştirakçılara sertifikat təqdim ediləcək. Hazırda medianın, o cümlədən jurnalistlərin qarşısında dayanan əsas vəzifələrdən biri Azərbaycan dilinin saflığının qorunmasıdır. Bu baxımdan hesab edirəm ki, Teleradio Akademiyasının təşkil etdiyi bu təlimlər olduqca əhəmiyyətlidir və fikrimcə bu təlimlər həm iştirakçıların və ümumiyyətlə media üçün çox faydalı olacaq. Biz burada təlimdən öyrəndiklərimizə çalışırıq ki, iş yoldaşlarımızla da bölüşək, bunu iş prosesinə tətbiq edək. Bəzən elə olur ki, kollektiv olaraq, jurnalist olaraq bəzi sözlərdə onların əvəz olunması, yaxud düzgünlüyü, düzgün hansı formada ifadə olunur, onlarda sual altında qalırdıq. Lakin burada həm fikir mübadiləsi aparırıq, həm də belə deyim, bizdən daha təcrübəli şəxslər tərəfindən təlimlər əsnasında bizim səhvlərimiz düzəldilir. Naxçıvan televiziyasını təmsil edirəm. Artıq 3-cü həftədir ki, qatılıram bu təlimlərə. Çox faydalı təlimdir. Dilimizin saflığının qorunması, dilimizi olduğu kimi qorumaq və onu ictimaiyyətə, cəmiyyətə düzgün şəkildə çatdırmaq bizim bir jurnalist olaraq, media nümayəndəsi olaraq bizim üzərimizə düşən bir məsuliyyətdir və bu məsuliyyətin biz fərqindəyik. Yekun olaraq, cəmiyyətin inkişafında dil nə qədər vacibdirsə, dilin də formalaşmasında media mühüm rol oynayır. Bu mənada kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Hər bir media mənsubu üçün doğru informasiya çatdırmaqla bərabər dil normalarını qorumaq da peşə məsuliyyəti olmalıdır.